Hepatit B-dən danışaq. Məlumdur ki, hepatit C xəstələrinin sağalma şansı 99-100%-dırsa, hepatit B-də biz yalnız virusun replikasiyasını azaltmağı və qaraciyəri karsinomadan qorumağı əldə edə bilirik. B xəstələrimizə bir vaksinimiz vardır. Vaksini edərkən özünüzü qorumuş ola bilərsiniz. Hepatit B-nin belirtiləri bəzən heç olmur. Yəni səssiz hər hansısa bir müayinə zamanı, skrininq zamanı diaqnostik tapıntı kimi tapırıq və yaxud da ki, hər hansısa adi qripdən seçilməyən bir şikayətlər verə bilər. Bu sümük ağrıları ola bilər, bu ağrılar ola bilər, baş ağrıları ola bilər və ilk növbədə hepatit B-yə yoluxduqda 5%-də belə insanlarda şans var ki, onlar özləri bununla mübahisə aparır və sağalırlar. Əfsuslar olsun ki, 95%-də bu yoluxma artıq daşıyıcılığa keçir və illər sonra qaraciyər fibrozuna, qaraciyər karsinomasına belə gətirib çıxara bilər. Nə edirik biz bu hallarda? Biz bu xəstəni müalicə edərək antiviral müalicəyə başlamamaq qərarını yalnız qaraciyərin dəyərlərindən sonra, qaraciyərin sınağından sonra, qaraciyərin fibroskan və ultrasəslə müayinəsindən sonra qərar veririk ki, hansı müalicə taktikasından istifadə edəcəyik. Hepatit B qorxacağımız ölümcül bir xəstəlik deyildir, tədavisi vardır. Vaxtında diaqnostik tapıntıya və skrininq müayinələrə getmək lazımdır. Ondan sonra da müalicəni daşıyıcı olarsınızsa etməyəcəksiniz, tamam daşıyıcı deyilsə müalicənizi davam edəcəksiniz.